Tam asfaltın üstündə, ana yoldan harsa 250 metr aralı. Yəni sağa dönürsən 250 metr qabaqda 160 keçir. Köməkçi avtobusların tam yolunun üstüdür. Gördüyünüz kimi avtobuslar yəni keçir. 4 otaq, şəxsi tikili ev, qazı var, işığı var, dövlət suyuna kimi hər bir şey var. Daxil olaq, evin daxili interyeri ilə də tanış olaq. Daxil olduq. Belə həyətyanı ərazidir. Beton döşənilib yerə. Dövlət suyunun şotiki qoyulubdur gördüyünüz kimi. Yəni burada suyu, qazı, işığı hər şey də var. Evin sağ tərəfində, arxasına da keçid yeri var. Şəxsi tikili evdə üstü şifirləndir. Yerdən də 4-5 daş kürsülüdür. Bax, daxil olaraq evin daxili interyeri ilə tanış olaraq sağda mətbəximiz kombi radiatoruna kimi qoyulubdur. Sol tərəfdə adını, sanitar qovşağı adını, sanuzeli gördüyünüz kimi. Bura deyəsən kombi otaqdır, bəli. Bura kombi otaqdır. Giririk buradan qonaq otağı. Qonaq otağından da 3 dənə otağa keçid. Bu birinci otaq. Bunlar da ikinci, üçüncü otaqlar. Radiatorlar var, bir də kombi özü yoxdur. Onu da danışılıb təşkil edilmək olar. Şəxsi tikili evdə qazı, işıq, dövlət suyu da var. Qiymət 87 min, dövran inşaatın yanında. Ana yolu 300 metr məsafə.